Salam dostlar. 80-ci illərin sonu, 90-cı illərin əvvəli tələbə idim. Gördüm vəziyyət ağırdır. Kirayə pulunu vermək çətinləşib. Digər xərcləri qarşılamaq çətinləşib. Ona görə də atamdan xahiş elədim ki, həyətdə istifadəsiz qalmış Moskviç maşınını istifadə eləməyə mənə icazə versin. Maşın xarab olub qalmışdı, həyətdə işləmirdi, akkumulatoru yatmışdı, motorunda problem vardı, sürət qutusunda problem vardı və s. Atam da dedi ki, götür, işlət də, onsuz da qalıb həyətdə. Maşını götürüb təmir elətdirdim və axşamlar Bakıda çıxırdım, necə deyərlər, xaltura eləməyə. Yəni, taksi fəaliyyəti ilə məşğul olurdum. Bu fəaliyyətdən açığı biraz utanırdım ki, birdən tanışlar, qrup yoldaşlarım görərlər, utanaram, nəsə xəcalət çəkərəm. O vaxt nəsə bu işlə məşğul olmaq biraz, yəni, o qədər də prestijli bir şey sayılmırdı da. Yəni, aşağı kateqoriyaların işi sayılırdı. Mən də o axına, yəni istər-istəməz tabi olaraq bu işdən biraz çəkinirdim. Ancaq sonralar bilirsiniz nə gördüm? Gördüm ki, hətta oxuduğum universitetin, Bakı Dövlət Universitetinin bir professorunu da axşam xaltura ilə məşğul olarkən gördüm. Özü də çox yaxşı bir insan idi, bizim müəllimimiz idi. O da məni gördü və gizlənməyə çalışdı, amma buna müvəffəq ola bilmədi. Mən sonra axşam evə gəlib düşündüm ki, bax, müəllimlərimizin içərisində elə ən yaxşı adamlardan biri budur. Yəqin ki, gəliri, məvacibi, maaşı ona bəs eləmir və axşamlar istər-istəməz çıxıb bir qədər, demək, maşını ilə müştəri daşıyır ki, dolanışığın təmin eləsin. O vaxtlı bu işlə çoxları məşğul olurdu. Və əsasən də Moskviç maşınları bu işlə məşğul olurlar. Mənim müəllimim düzdür, Jigulisi ilə məşğul olurlar. Amma əsasən bu işlə məşğul olanlar Moskviç maşınlarıdır. O zaman demək, dövlətin taksi parkları vardı. Volga Qaz 24 maşınları işləyirdi həmin parkda. Amma axşamlar onlar çox vaxt işləmirlər. Yəni planı doldurduqdan sonra evə gedir, istirahət edirlər təbii ki. Ona görə də növbə keçirdi xüsusi maşınlara, xüsusilə də Moskviç maşınlarına. Deməli, o vaxtı biz bu işlə məşğul oluruz. Təbii ki, dövlətin, hökumətin də bundan xəbəri vardı. Ancaq onlar bu işlə məşğul olanlara, dövlət bu işlə məşğul olanlara mane olmurdu. Dövlətə rəhbərlik eləyənlər başa düşürdülər ki, insanların maaşları azdır. Məvacib onları dolandıra bilmir. Ona görə də müəyyən bu cür fəaliyyətlərə bilərəkdən göz yumurdular ki, insanlar heç olmaz hansısa yolla pul qazansınlar, müəyyən qazanc əldə eləsinlər. Həm dövlətdən ciddi narazılıqları olmasın, həm də ölkədə, cəmiyyətdə bir sabitlik olsun. Mən indi yenə də bilirsiniz ki, işsizəm və hər gün bu haqda yazır, danışıram. Ağlımdan cürbəcür fikirlər keçir. Bunu edeyim, onu edeyim, nəyi edeyim, nəyi etməyim, nə eləyim, bəlkə bir kiçik biznes, bəlkə nə bilim, başqa bir fəaliyyət, elə bir fəaliyyətlə məşğul olum ki, dövlətdən asılı vəziyyətə qalmayım da, hökumətdən iş istəməli olmayım, nə bilim, prezidentə müraciət eləməli olmayım. Axtarışdayım bir söz. Bir ara yenə ağlıma gəldi ki, bəlkə yenə o köhnə peşəyə qayıdım, məsələn, mən də taksi sürməklə məşğul olum. Çünki şəhəri tanıyıram, sürücülük vəsiqəm hardasa bir 40 ilə yaxındır sürücülük vəsiqəm var. Yəni 40 illik bir sürücülük stajım var. Son bir neçə ili düzdür, maşınım yoxdur deyə bu işlə məşğul deyiləm. Amma araşdırdım, yəni fikirləşdim ki, bəlkə maşınım yoxdur hal-hazırda. Araşdırdım ki, bəlkə icarəyə bir maşın götürüm. Hal-hazırda günü 30 manata, 35 manata, bəzən hətta biraz köhnə maşınları 25 manata icarəyə verirlər. Bunlarla hansısa taksi şirkəti ilə müqavilə bağlamaq və onlardan iş götürmək olar. Üstə gəldə müəyyən, deməli, maşının benzini, deməli, yağı, təmiri filanı. Fikirləşdim ki, günə hardasa bir 50-60 manat
xərc qoymaqla bu işlə məşğul ola bilər. Bəlkə də bir 80 manat, 90 manat, 100 manatlıq işləyərəm. Baxmayaraq ki, artıq yaşım keçib və orqanizmim, bədənim də, sağlamlığım da o qədər imkan vermir çox işləməyə. Amma neyniyək? Başqa yolumuz yoxdur. Evdə çarpayıya uzanıb ölməkdənsə elə iş başında ölmək daha yaxşıdır. Fikirləşdim ki, bəlkə yenə də o işə qayıdım, bəlkə yenə də o işlə məşğul olum. Elə bu məsələ üzərində baş sındırarkən, düşünərkən istər-istəməz sosial şəbəkələrdən, mətbuatdan, mediadan müəyyən məlumatlar alıram. Qohum, əqrəbə, dost, tanış, nə bilim, qonşular müəyyən məlumatlar verirlər. Baxdım ki, problem ancaq icarəyə maşın götürmək, hansısa taksi şirkəti ilə müqavilə bağlamaq, onlara nəsə ödəmək, benzin almaq, yağ almaq, maşının təmiri ilə bitmir. Sürücülər cərimələr əlindən dad döyürlər. Məsələn, mənim bir qohumum var, məşğul olur, deyir ki, valla qazandığımın hamısını cərimələrə gedir. O qədər cərimə qoyublar ki, o qədər deməli işləri, yəni maşını saxlayıb müştəri götürürsən, bir cərimə gəlir. Düşürdəndə başqa bir cərimə gəlir. Nə bilim, bura avtobus yoludur. Bura nə bilim nə yoludur. Hər gün bir yerə yeni bir svetofor qoyurlar. Sabah götürürlər. Nə bilim, hansısa yol nişanlarını tez-tez dəyişirlər. Ümumiyyətlə, bu Ayna adlı bir qurum var. Onun elə bil ki, bütün fəaliyyəti yalnız sürücüləri soymağa yönəlikdir. Onların bütün imkanlarını əllərindən alsınlar, heç bir qəpikdə pul qazana bilməsinlər və necə deyərlər, bütün bunların nəticəsində cəmiyyətdə bir narazılıq yaransın, dövlətə, hökumətə, hakimiyyətə qarşı bir narazılıq olsun və insanlar da bir qəpik qazana bilməsinlər və məcburən, necə deyir, ya xəstələnsinlər, ya da ki, təbii ki, iş yoxdursa, pul yoxdursa, sağlamlıq yoxdursa, insan həyatı tərk etməyə məcburdur. Və bax, bizi belə bir ağır durum qarşısında qoyublar. Bizə deyirlər ki, yəni, yıxılın, ölün də, başqa yolunuz yoxdur.